Onlar o kasıblara niyə əl tuturam ki? Niyə kasıbdır ki? Ağlı var, kasıb olmasın, geçsin işləsin. Gecə gündüz işləyəcəm, gətirəcəm burada nə qədər adam var, onlara əl tutacağım. Mənim özümün də kasıblarım var, özümün də yaxınlarım var, əl tutduğum insanlar var. Mən bu yeni ildə 15 nəfərə bazarlıq eləmişəm, sən bilirsən. Ben gəlib oturacağım burada TikTok'dakilərə mən açot verəcəm. Yoxsa birinə 5 manat verəndə onu telefon əlimdə çəkəcəm belə göstərəcəm sizə ki, bax, buna 5 manat verdim. Mənim telefonumda kartlar gəlir. Kimin imkanı yoxdur? Tanıyıram onları ki, doğrudan imkanları yoxdur. Tanıdığım ailələrdir. Kartına da pul atıram, lazım olanda evinə də bazarlıq göndərirəm. Lazım olanda məktəb vaxtı uşağına məktəb paltarı alıram. Bunu benim sizə deməliyəm hamısını. Pandemiyada məni çox qınadılar ki, niyə sən cəmaata yardım eləmirsən sən? Mən də elədim, çəkdim, qoydum ora. Sonra da başladınız ki, cəmaata bir şey verir. Mən 17 dənə kaleska payladım. 50 arabası payladım cəmaata. 17 dənə. Göstərməliydim onu sizə. Göstərdim bir neçəsini. Bəziləriniz deyirsiniz, qınıyırsınız. Burada kasıblar var, onlar əl tut. Hamısı yalancı kasıblardır. Kasıb burada gəlib TikTok'a girib baxa bilmir. Mən kasıblar tanıyırım, iş telefonu da yoxdur. Ancaq ev telefonu ilə danışır. Sənin əlində bahalı telefonun var, oturmuşsan təranəni izləyirsən, ağzına gələndə oraya yazırsan. Mən sənə nə bazarlıq verəcəm. Gid əlindəki telefonu sat,